Mən həmişə bilirəm ki, mən dünyada birinci futbolçuyam. Məndən başqa oğlan yoxdur bu dünyada. Olub da mandalişini peysərdə qara. Hə, salam Ronaldo, necəsən? Nə var, nə yox vəziyyət? Mən sənə çoxdan demək istəyirəm. Birinci xoş gəlibsən bizə. Çoxdan da demək istəyirəm ki, belə necəsən, nə qayırsan? Çox adam deyir ki, belə futboldan 1 milyard, 2 milyard pul qazanırsan, belə eləyirsən. Sən özünlə Messi, sən özlüyündə fikirləşsən Messi güclüdür, yoxsa sən güclüsən Messi? Sən atvet verə bilərsən buna? Hə, yox, valla. Belə son vaxtlar turnirlər zətlər azalıb, pul zət yoxdur. Messi belə yaxşı oğlandı məndən sonra. Konečna. Mən sizə yenə dedim, yəni pul olub tamam lişin ondandı. Amma son vaxtlar yəni futbol zət yox, turnir zət yox, şəsblamışam. Arvad zətdə qaçıb gedib əlimdən. Bilmirəm nə qarım. Yox, kişi. Valla yox. Mən sənə deyirəm qardaşım. İş puldadır da, iş firmatın olmaqdadır da, brat. I mean is front da, brat. Yəni ki, həmişə düzü gərək deyəsən, düz olasan. Prosta bu futbol aləmində düzümüz yanı girmir də, yəni. Çox adam bunu deyir ki, sənin çox pis günlərin oldu, kim sənə kömək elədi, kim sənə nağardı. Bunu bir dənə deyə bilərsən ki, çox adam dedi, Ronaldo belədir, həyat yoldaşı sizi tərk elədi. Çox yeri elədi, dedilər pılı qutarıb, belə olub, əvvəl futbol zat yox idi. Elə bundan da elə. Nə bilim, valla. Yaxşı olar da inşallah hər şey. Mən bir dənə şey bilirəm ki, həyatda insan ki, qışı yerə düşdü. Deməli ki, vuran çox olacaq. Nəyə görürsən, nə başdan xarab? Məsələn, seriozun oğlan bilib, seriozun söhbət eləmi səndən? Başa düşdün mü? Kişi ol, kişi ol biraz. Dastoyna ol. Başa düşdün? Mən kişi bilib səndən kişi kimi oturub söhbət eləm. Başa düşdün? Biraz kişi ol. Gülmə, kişi, gülmə. Mən gülməlib söz danışmıram burada. Biraz seriozun ol, kişi. Samnalceniyə saxlamama. Başa düşdün? Pulumla bastırıram səni. Biz hər yerdə sözümüzü demişik, deyəcəyik də. Məndən başqa oğlan mənim geyindiyim məhqabıdır. Başa düşdünmü? Körpə, ağıllı ol. Hə, birazdan var ondan. Nə bilim, valla. Baxır da turnirə 5 milyon, 6 milyon dollar. Baxır indi hansı turnirlərə. Məsələn, bir dənə qol vururuq. 1 milyon, 2 milyon dollar oradan qazanırıq. Para azmı?